Çiçək əmin idi ki, təvəkkülün arxasında kimsə güclü bir adam durur. Hiss edirdi ki, toqquşmadan sonra onun üçün nə isə bir tələ qururlar. Özü də tələsmirlər. Bəlkə əməlli başlı şikayət də yazdırıb yeməkxanadakı quyruqlarına qol çəkdirmişdi. Çiçək gözləyirdi. Özü şikayət eləməyi sevmirdi, ancaq həyəcanla gözləyirdi. Bilirdi ki, bugün sabah onu çağıracaqlar. Əlbəttə, sözünü deyəcəkdi. Ehtiyat etdiyi, qorxduğu bir şey vardısa, o da Xalidlə əlaqədar idi. İstəmirdi ki, bu qarışıq işlərə Xalidi də qatsınlar. Yəqin ki, bir də bu səbəbdən Xalidi öz həndəvərinə buraxmırdı. Xalid yeməkxanaya gələndə salonda qəribə bir canlanma başlayırdı. Xörək paylayan qızların yanaqları alışıb yanırdı. Sevincdən, həyəcandan bir yerdə qərar tuta bilmirdilər. Mətbəxdən salona qaçmaq üçün bir bəhanə axtarırdılar. Bir gün Çiçəyin iş otağının qapısı döyüldü. Çiçək gözlərini kağızdan ayırmadan "Buyurun" dedi. Qapı açıldı. Xalid idi. Gözlərində elə bil həmişəlik yuva salmış etinasızlığı səmimi uşaq sevinci əvəz etmişdi. Əlindəki kağıza bükülü rentgen şəklini dinməzcə Çiçəyə uzatdı. Mədəsinin işığa salınmış şəkli idi. Yarası tamamilə sağalmışdı. Çiçək bu yeniliyi o dəqiqə gördü. Ancaq nədənsə gözlərini şəkildən ayırmadı. Yenilik onu sevindirmirdi. Yox, sevindirirdi. Yaranın sağalmasında onun da əməyi vardı, lakin bu yenilik eyni zamanda ayrılığın başlanğıcı ola bilərdi. Çiçək özü istəmirdimi bu ayrılığı? Nə üçün qəmlənirdi? Çiçək özündən baş aça bilmədi. Yalnız onu düşündü ki, bəli, Xalid tamamilə sağalıb. İndi daha həkimsiz, ciddi pəhriz saxlamadan keçinə bilər. Təbrik edirəm, Xalid. Ömrüm boyu sizə borcluyam, Çiçək xanım. Ancaq yenə də çalışın, müəyyən qədər pəhriz saxlayın. Pəhriz yaxşı şeydir. Həmişə yox, Çiçək xanım. Niyə? Çiçək dikəldi. Nə demək istəyirsiniz? Xalid yenə iki başlı danışdı. Pəhriz müəyyən mənada məhrumiyyətdir, deyib təşəkkürlə əlini uzatdı. Çiçək güclə gözə çarpan ani tərəddüddən sonra ona əl verdi. Xalid, vaxt tapan kimi qaçıb gələcəyəm bura. Hələlik, deyib getdi. Sonra o, bir-iki dəfə qısa müddət göründü və elə bil qeyb oldu. Xörək paylayan qızlar onun yolunu çox gözlədilər. Nəhayət, ümidlərini itirdilər, süstləşdilər. Salonda hər gün eşidilən şən səslər, cingiltili gülüşlər kəsildi. Nazirliyin şöbə müdiri Suğra xanımın iş otağında pəncərələrin qıraqlarından başlamış, stolun dövrəsinə qədər qovluqlar elə qalaqlanmışdı ki, arvad onların arasında itmişdi. 50-55 yaşlarında olan bu arvadın ucuları vız duran gümüşü, qıvrım saçları bütün görkəminə pərakəndəlik gətirirdi. Arvad deyəndə Suğra xanım qarmış qız idi. Buyurun əyləşin deyib Çiçəyə yer göstərdi. Səsi adi kişi səsindən yoğun idi. Çənəsinin altında 3-4 uzun qara tük spiral kimi vurulmuşdu. Qarşısında, stolun tən ortasında 2 külqabı vardı, amma külqabılarda siqaret kötüyü, kül əvəzində kağız sancağı, qayçı, xırdaca yapışqan şüşəsi və bir neçə nazik fırça vardı. Suğra xanım dinməzcə Çiçəyə qalın bir məktub uzatdı. Makinada çap olunmuşdu. Özü də çox sıx yazılmışdı. 5 səhifə. Şikayət məktubu idi. Əvvəlcə sübut etməyə çalışırdılar ki, pəhriz yeməkxanasına heç kəs gəlmir, müştəri yox dərəcəsindədir, dövlətin o cür gözəl salona çəkdiyi xərc-xəracat özünü doğrultmur. Sonra gəlirdilər, mətləb üstünə başlayırdılar Çiçəyi bəzəməyə. Məktubu oxuduqca yazıq qızın gah bədəninə üşütmə gəlir, gah onu soyuq tər basırdı. Hiss olunurdu ki, ittihamnaməni çoxlu düşünüb daşındıqdan sonra belə işlərdə
möhkəm səriştəsi olan adamlar yazmışdılar. Sağ yer qoymamışdılar çiçəkdə. Onu müxtəlif çirkinliklərdə, qəbahətlərdə, hətta ağır cinayətlərdə təqsirləndirirdilər. Demə, təbabətdən xəbəri yoxmuş. Cəmaata rüşvətlə qulluq edirmiş. Yeməkxananı döndərib bazara. Tanış bilişləri, dost aşnasını dövlət hesabına yedirir orada. Həkimin özü üçün isə xüsusi yeməklər hazırlanır. Bundan başqa hər gün evinə ərzaq aparır. Yağ, yumurta, toyuq cücə, ət, meyvə-tərəvəz. Üstəlik, yeməkxana işçilərinə hədə-qorxu gəlir, nalayiq sözlər danışıb Sovet həkiminin adını ləkələyir. Hamını gözü kölgəli eləməyə çalışır ki, tək özü qalsın meydanda. Hər şeyi pula satır, hətta həya abrını da. O qədər həddini aşıb ki, qab-qacağı qonaqların, müştərilərin başına çırpır. Axırda da yekunlaşdırıb belə nəticəyə gəlirdilər ki, bu qudurmuş, üzdəniraq həkimin yeri türmədirsə, türməyə salınmalı, dəlixanadırsa, ora göndərilməlidir. İmza atanların arasında yeməkxana müdirinin, 2 nəfər xoreypalayan qadının, kassirin və çiçəyin tanımadığı yalançı müştərilərin adları səliqə ilə cərgələnmişdi. Bu yalançı müştərilərin yeməkxanaya ayaq basmadıqlarını necə sübut etmək olardı? Məktubu imzalayan xoreypalayanlar əlbəttə deyə bilərdilər ki, müştəriləri görüblər, tanıyırlar. Bəlkə uzaqdan uzağa çiçəyi həmin adamlara göstəriblər, lazım gələndə bilsinlər ki, kimin üzünə durmalı, kimə şər atmalıdırlar. Məktub Yeməkxanalar və Restoranlar Trestinin ünvanına göndərilmiş, orada isə məktubun üstünə dərkənar qoyulmuşdu. Səhiyyə Nazirliyini tanış edin. Bu qədər çirkabın altından çıxmaq üçün necə sübut, necə dəlil lazım idi? Çiçəyin bütün varlığına üzücü bir süstlük gəldi. Əlləri sürüşüb dizlərinin üstünə düşdü. Haradansa elə bir lap uzaq dağlardan, körpə vaxtlarından qəribə, qarışıq səslər eşidilməyə başladı. Xurt-xurt, xurt-xurt. Zehninə həkk olunmuş tövlə gəlib gözləri önündə durdu. Sonra elə bil öz çığırtısını eşitdi. Tövləmizə at gəlib, tövləmizə at gəlib. Atası Şırağa balaca çiçəyin boynunun ardından güclü şapalaq çəkdi. O üzü qoyulu həsirin üstünə sərələndi. Xurt-xurt, xurt-xurt. 3 yaşlı çiçək, xırdaca ayaqlarında nənəsinin köhnə qaloşları uçurumun kənarı ilə qarı tapdalaya-tapdalaya dərəyə enirdi. Xurt-xurt, xurt-xurt. Kimsə həyasızcasına ona sataşırdı. Əgər desən üzündə neçə dənə çil var, it aparan olsun, alaram səni. Çiçək bir müddət danışmağa söz tapmadı. İstəyirdi fəryad qoparıb desin ki, belə yırtıcılara, vəhşilərə, qatillərə kim ixtiyar verib cəmaata namusla xidmət eləyənlərə meydan oxusunlar. İstəyirdi desin ki, dövlət xəzinəsindən 100 manat da oğurlayanları cəzalandırmaq üçün cinayət məcəlləsi varsa, bəs başqalarına ləkə atanlar, ağır, sağalmaz yara vuranlar nə üçün bu qədər sərbəst və həyasızdırlar? Dövlət üçün, xalq üçün insan hər şeydən qiymətli, əvəz edilməz deyilmi? Lakin bu sözlər çiçəyin ürəyində qaldı. Qəlbindəkilərin əksinə, dodaqlarının uclarında günahkar bir təbəssüm titrədi. Fikrini toplamaq üçünmü, yaxud bu ağır ittihamnamənin təsirini dağıtmaq üçünmü, Suğra xanıma baxıb, qovluqları göstərib soruşdu. Bu qovluqlarda nə var? Suğra xanım xırıltılı kişi səsi ilə güldü. Nə var, nə desən? Ərizələr, şikayətlər, imzalı, imzasız məktublar, böhtanlar, cavablar, izahatlar, sübutlar, dəlillər, insan taleləri, insan əməlləri yığılıb bu qovluqlara. Mənim ömrüm elə bu qovluqların içində keçib. Çiçək fikirli-fikirli astadan
İndi yəqin mənim üçün də təzə qovluq açacaqsınız, dedi. Ancaq mənim heç bir təqsirim yoxdur. Suğra xanımın mərd baxışlı, iri qəşəng gözləri onu diqqətlə süzdü. Hamı belə deyir. Çiçək ayağa qalxıb, qayğılı-qayğılı başını tərpətdi. Bir halda ki, siz bu qədər hadisələrin şahidi olmusunuz, bəlkə mənə bir məsləhət verəsiz. İndi mən neyliyim? Suğra xanım kişi kimi çiynini çəkib bir qədər etinasız cavab verdi. Mən ancaq hadisələri qeydə alıram. Deməli, indi mən də izahat yazıb burada yazılanların böhtan olduğunu sübut eləməliyəm. Suğra xanım dinmədi. Çiçək köksünü ötürdü və məktubu stolun üstünə atıb qapıya sarı yönəldi. Amma Suğra xanım eyni diqqətlə onun ardınca baxırdı. Birdən kişi amiranəliyi ilə soruşdu. Yəni yazılanların içində həqiqətə oxşayan bir qırıq da, düz şey yoxdur? Çiçək dayanıb duruxdu. Biri var, o da yarımçıq. Nədir o? Qab-qacağı heç kəsin başına çırpmamışam. Onların pəhriz yeməkxanasında içki məclisini dağıtmaq üçün süfrəni çəkib şüşələri, kabab nimçələrini yerə tökmüşəm. Sınan nimçələrin, qədəhlərin qiymətini hesablamışam. 13 manata yaxın eləyir. Pulunu kassaya vermək istədim, almadılar. Başa düşdüm ki, məsələni şişirtmək istəyirlər. Suğra xanım belə hadisələrə öyrəncəli kimi yenə etinasız, sözüm yoxdur, izahat yazın, dedi. Ancaq hissə qapılmayın, çalışıb özünüzə bir qədər kənardan baxmağı da bacarın. Çiçək işə qayıtmadı. Nazirlikdən çıxıb yaxındakı sahil bağına getdi. O tənha idi, kimsəsiz və tək tənha. 4-cü gün idi ki, işə çıxmırdı. Oradakıların bir qisminin üzünü görmək, atmacalarını eşitmək istəmirdi. Həm də izahatı heç cür yazıb qurtara bilmirdi. Ömründə izahat yazmamışdı, özü də belə çirkin işlə əlaqədar izahat. 3 dəfə başlamış və cırıb atmışdı. Yazdığı izahat belə təsir bağışlayırdı ki, güya yeganə məqsədi özünə bəraət qazandırmaqdan ibarətdir. Axı, o neyləmişdi ki, özünü təmizə çıxarsın? Nəhayət bir şeyi bütün aydınlığı ilə dərk etdi. Özü hücuma keçməlidir. Lakin necə? Məsləhət üçün onun yanına gələn xəstələri bir-bir şahid çağırmaq yolu ilə mı? Sağalan xəstələrin xəstəlik tarixini, rentgen şəkillərini sübut gətirməklə mi? Çiçək, Xöreypalyan arvadın qoca təqaüdçü ilə kobud rəftarını xatırladı. Onsuz da bu yaxınlarda burada sənlik bir iş olmayacaq. Xəstələrin nazını çəkdik, bəsdir. İndi də sağlamlara qulluq eləyəcəyik. Belə kobud münasibəti görən bir də gələrmi o yeməkxanaya? Yəqin hamı dağılışıb gedəcək. Pəhriz yeməkxanasına bəlkə heç meyil edən də qalmayacaq. Görəsən Xalid hardadır? Sağaldı, təşəkkür edib getdi. Vəssalam. Xalidi Çiçək onsuz da bu işə qatmayacaqdı. Heç bir vəclə. Çünki əleyhdarları o saat bu işə başqa rəng verməyə çalışar. Bu dəstə belə həyasızdırsa, yəqin ki, dalında samballı bir vəzifə adamı durur. Bəlkə elə həmin adamın bircə telefon zəngi ilə yeməkxananın gözəl salonunu restorana çeviriblər və indi orada kabab, içki iyi aləmi götürüb. Belə fikirlər Çiçəyin iradəsini zəiflədir və qələm sürüşüb əlindən düşürdü. Gecələr qarışıq yuxulardan yaxa qurtara bilmirdi. O şəhvətli qozbeldən başqa indi təvəkkül də, Xöreypalyan arvad da, zəhimli, qorxunc, çalsaç kişi də gecələr yuxusuna girib qızı hədələyir, ona cürbəcür işgəncələr verirdilər. Bir həftə sonra Tibb işçisi qəzetinin arasından daha bir məktub çıxdı. Nazirlikdən idi. Suğra xanım onu yenə yanına çağırırdı. Çiçək nazirliyə gedib Suğra xanımla görüşdü və onun nə deyəcəyini gözləmədən xəbər verdi ki, izahatı yaza bilməyib, əl boş gəlib.
Açığı bilmir necə yazsın izahatı. Bir də ki, yazmağın nə mənası? Onsuz da o yırtıcılarla bacarmayacaq. Tək əldən səs çıxmayacaq. Dedi ki, nə qərara gəlirlərsə gəlsinlər. Dedi ki, həyatı boyu lap körpə yaşlarından çox ədalətsizliklər görüb. Ümumən talihsizdir, bəxti yoxdur. Ürəyi dolu idi. Çox söz deyəcəkdi. Ancaq acı göz yaşları qızı boğdu. Cəld otaqdan çıxmaq istəyəndə Suğra xanımın qalın, xırıltılı səsi elə bil əmr etdi. Dayan. Çiçək dayandı. Geriyə dönə bilmirdi. İstəmirdi ki, bu yad adam onun göz yaşlarını görsün. Lakin bu dəfə Suğra xanım özü ona yaxınlaşdı. Çiçəyin arıq çiyinlərindən tutub onun üzünə, gözlərinin içinə baxmaq istədi. Çiçək isə əvvəlki kimi üzünü, göz yaşlarını gizlətməyə çalışırdı. Suğra xanım duz bağlayıb düyün-düyün olmuş şəhadət barmağı ilə onun çənəsini qaldırıb əzabla dolu, incik, saf gözlərinə baxdı və o biri əlinin barmaqları arasında tutduğu kağızı göstərdi. Al, indi də bu məktubu oxu. Çiçək bu təzə məktubdakı böhtanların nə dərəcədə ağırlığını yoxlamaq üçün əvvəlcə Suğra xanımın üzünə baxdı, lakin bir şey görə bilmədi. Məktubu alıb təşvişlə oxumağa başladı. Nə vaxtsa, kimdənsə eşitmişdi ki, həyat zolaq-zolaqdır. Bəzən işıqlı zolaqda keçir günümüz, bəzən də tutqun qaranlıq zolaqda. Xoşbəxtlik və məyusluq zolaqlarından ibarətdir insan həyatı. Məktubu oxuduqca çiçəyin rəngi açılır, gözləri daha da yaşarırdı. İndiki göz yaşları sevincin, işıq zolağının gətirdiyi göz yaşları idi. Yeməkxanaya gələndə həmişə həkimlə söhbət edən, məsləhətləşən, onun söhbətlərindən asılı olaraq xörəklər yeyən xəstələr, müştərilər bu neçə gündə çiçəyin işə çıxmadığını görüb nigaran qalmışdılar. Əvvəl fikirləşirmişlər ki, bəlkə təcili Moskvaya, öz aspiranturasına gedib, yaxud xəstələnib eləyib. Çiçəyin işə çıxmamasının onun əleyhdarları öz bildikləri kimi yozub söz yayıbmış ki, daha gəlməyəcək. Vəziyyətin nə dərəcədə ciddi olduğundan duyuq düşən xəstələr və ümumiyyətlə yeməkxananın bütün qonaqları bir yerə yığışıb məsləhətləşmiş və bu məktubu yazıb Səhiyyə Nazirliyinə göndərmişdilər. Nələr yazmamışdılar. Çiçəyin vaxtaşırı elədiyi məruzələrin əhatəliyindən və dərinliyindən, onun xəstələrə göstərdiyi diqqət və qayğıdan, verdiyi məsləhətlərin səmərəsindən, iş üsulunun, iş mədəniyyətinin yüksək səviyyəsindən və zənginliyindən elə həssaslıqla, razılıq və minnətdarlıqla yazırdılar ki, bu sətirləri oxuyan çiçəyin içərisində baş qaldırıb get-gedə güclənən, həyəcanla qarışıq təşəkkür hissi onun varlığına sığmır. Bu vaxta qədər ona tanış olmayan sevinc qəhərə çevrilib qızı ağladırdı. Məktubu imzalayanlar içərisində 2 nəfər rayon xalq nəzarəti komitəsinin üzvü də vardı. Çiçək, sevinc, sual dolu, ağlar gözlərini qaldırıb Suğra xanımın həm sərt, həm də qayğılı üzünə baxdı. Titrək səslə soruşdu. İndi mənim izahat yazmağıma ehtiyac varmı? Yoxdur. Suğra xanım sərt görkəmi ilə uyuşmayan hərəkətlə əlini çiçəyin saçlarına toxundurub əlavə etdi. Mənim özümə şifahi bir izahat verməlisən. Nə izahat? De görüm, neçə yaşın var? 26. Ərə getmisən? Çiçək tutuldu. Yox. Çox uzatma, yoxsa mənim günümə düşərsən. Bu dəfə o nazirlikdən birbaşa yeməkxanaya getdi. Hamıdan əvvəl onu Sadıq kişi qarşıladı. Neçə gündən bəri salonda hökmranlıq edən aşbaz qadınla rəfiqələri o dəqiqə harayasa yox oldular. Cavan qızlar həkimi sevincək dövrəyə aldılar. Çiçək salona nəzər saldı. Nəysə bir dəyişiklik yaratmaq istəmişdilər, ancaq yarımçıq qalmışdı. Orada-burada qırmızı, abı rəngli məxmər pərdələr asılmışdı. Bu pərdələr yəqin ki, salonu ayrı-ayrı kabinələrə bölməli idi.
Qızlar həyəcan və sual dolu nəzərləri ilə çiçəyin nə deyəcəyini, məsələlərin nə ilə nəticələnəcəyi barədə verəcəyi xəbəri gözləyirdilər. Nəhayət, salona çökmüş sükut içində çiçəyin sakit səsi eşidildi. O pərdələri çıxarın. Yarım saat çəkmədi ki, salonun ciddi bütövlüyünü və yaraşığını pozan pərdələr çıxarıldı. Xörəklərini yeyib stol arxasından duran xəstələr və qonaqlar onu salamlayır, söhbət edir, hal-əhval tutub gedirdilər. Çiçək xoşbəxt idi. Deyəsən mənim də həyatımın işıq zolağı başlanır deyə sevincə fikirləşirdi. Axşamüstü evinə gəlib otağını sahmana salmışdı ki, artırmanın şüşəsini döydülər. Qonşunun yeniyetmə qızı Zeynəb əlində böyük bir bağlama içəri girdi. Çiçək təəccüblə soruşdu. Nədir gətiribsən Zeynəbim? Zeynəb gülə-gülə başını buladı. Bilmirəm, deyəsən paydır. Çiçəyi qəribə xof götürdü. Nə pay? Bir oğlan gətirdi. Nə oğlan axı? Kim idi? Bilmirəm, dedi ki rayondan gəlib. Rayondan? Hansı rayondan? Nə bilmi? Adını demədi. Dedi ki sənin qohumundur. Çiçək çaşıb qaldı. Fikirləşdi ki, bəlkə təvəkkülün hiyləsidir bu. Axı, böhtan məktubunda yazmışdılar ki, həkim yeməkxanadan evinə ərzaq aparır. Birdən bunu gətirən doğrudan da qohumlarından biri idisə onda necə? Axı, anası Müslimənin İsa baladan 2 oğlu olmuşdu. İndi böyüyünün 22-23 yaşı olardı. Əgər o dursa, bəlkə vacib bir xəbər gətirib. Neçə yaşı olardı? Zeynəb pıqıldayıb narın-narın güldü. Yaş kağızını göstərmədi. Çiçək Zeynəbin əlindən tutub bağlama qarışıq aşağı düşürdü və Pakizə ilə görüşüb oğlanın nişanələrini soruşdu. Hardaydı Pakizədə yaddaş? Gah dedi ki, oğlanın gözləri göydü, gah dedi ki, yaşıldı, sonra yadına düşdü ki, qara imiş. Xatirinə gəlmirdi ki, oğlan adını demişdi, yoxsa deməmişdi. Zeynəb onunla mübahisə edir. Ana-bala bir-birini daha da çaşdırırdılar. Pakizənin dediyinə görə oğlanın əynində meşin palto varmış. Zeynəb təkid edirdi ki, palto zad yox idi, adi kostyum geymişdi. Pakizə birdən oğlanın adını yadına salıb dedi ki, bilmirəm, Fəxrəddin deyirdi adını, yoxsa Hüseyn ağa. Zeynəb qızarıb anasına dedi, ay ana, heç bu adların bir-birinə bənzəyişi var. Axırda Pakizə yorulub təslim oldu. Hə, yaxşı, bəs necə dedi adını? Adını demədi. Dedi ki, qohumuyam. Özü də dedi ki, axşam bəlkə gəldi. Çiçək lap başını itirmişdi. Nəhayət Pakizəyə dedi. Nə qədər ki, bu bağlamanı gətirən adamın kim olduğu məlum deyil, bağlamanı buradan aparmayacağam. Əgər o adam gəlsə, doğrudan da qohum çıxsa, bağlamadakı şeyləri sizlə yarı böləcəm. Pakizə razılaşmalı oldu. Axşam saat 9-a yaxın çiçəyin xırdaca otağının döşəməsi narın-narın titrəməyə başladı. Pilləkənlə cüssəli adam qalxanda otağın döşəməsi həmişə belə titrəyirdi. Çiçək şüşəbəndin işığını yandırıb eyvandan həyətə baxdı. Yuxarı qalxan adamı əvvəlcə tanımadı. Kişi idi. Pillələri qalxdıqca çiçək gözlərini qaldırmalı, ona aşağıdan yuxarı baxmalı olurdu. Çox uca idi boyu. Həyət qatı qaranlıq idi. Eyvandan süzülən işıq tez seyrəlib gələn adamın üzünə çatmırdı. Gələn adam daha da yaxınlaşdı və çiçək heyrət içində donub qaldı. Xalid idi. Qız o qədər çaşmışdı ki, hətta qapını açmağı belə unutmuşdu. Xalid qonşular eşitməsin deyə səsini çıxarmırdı. Elə bil neysə gizli bir iş üçün gəlmişdi. Çiçək təşviş içərisində qapını açdı. Xalidi eyvana buraxıb səksəkə ilə soruşdu. Nə əcəb Xalid? Xalidin qaşları düyünlənib, üzünə sərt bir yaraşıq verdi. Əllərini
əlacısız bir tərzdə yellədi. Güya öz iradəsindən asılı değildi bura gəldiyi. Çiçək daha da nigaran qaldı. Bir hadisə baş verməyib ki? Xalid yenə də dinməyib ancaq başını buladı. Səhhətiniz necədir? Eşikdə kimisə eyvanın şüşəsini döydü. Zeynəb idi. Bağlamanı gətirmişdi. Çiçək qapını açıb hərəkətsiz dayandı. Zeynəb uşaq sadəliyi ilə soruşdu. Qohum çıxdı, hə? Xalid çiçəyin özünü itirdiyini görüb cəld irəli keçdi. Bağlamanı qızdan alıb işgüzarcasına soruşdu. Hara qoyun bunu? Cavab almayıb bağlamanı mətbəxə apardı. Parıltılı stolun üstünə qoyub açdı. Səliqə ilə bükülmüş şeyləri soyuducuya gerbəyər etməyə başladı. Evə bələd adamlar kimi hərəkət edirdi. Zeynəb Xalidin boy-buxununu, ölçülüb biçilmiş hərəkətlərini, ciddi, qəşəng sifətini bir müddət heyran-heyran müşahidə edəndən sonra birdən imtahan edici nəzərlə çiçəyə baxdı. Deməli qohum çıxdı. Çiçək qeyri-müəyyən tərzdə qaşlarını oynatdı. Zeynəb sevindi. Tez-tez gələcək bura. Çiçək qıza baxmadı. Başını bulayıb, yox dedi. Zeynəb heyfsilənən kimi oldu. Gətirdiyi şeyləri soyuducuya qablaşdıran Xalidə sarı bir müddət də baxıb eyvandan çıxdı. Ağır-ağır aşağı endi. Evlərinin qapısı ağzında dayanıb yuxarıya, çiçəyin işıqlı eyvanına sarı boylandı. Sonra eyvanın işığı söndü. Otağın işığı yandı. Kaş bizim də belə bir qohumumuz olaydı. Zeynəb belə fikirləşib köksünü ötürdü. Çiçək Xalidi içəriyə dəvət etməli olub, üstünə keçi dərisi salınmış taxtdan 2 addım aralı, nimdaş, yumşaq kreslonu ona təklif etmişdi. Otağa keçəndən sonra da danışmağa söz tapmayan adamlar kimi susdular. Sükutun həddindən çox uzanması elə təsir oyadırdı ki, bu 2 nəfər küsülüdür. Çiçək bunu hiss edib, özünə dəxli olmayan bir söhbət açdı. Yeməkxananın qızları yaman nigarandılar sizdən. Hardaydınız bu neçə vaxt? Xalid cavab verdikcə keçirdiyi nigarançılığı özünü biruza verirdi. Onu müalicə edən qoca həkim demişdi ki, yarasının sağalmağına baxmayaraq, daim dispanser nəzarəti altında qalmalı, hər ilin baharında müayinədən keçməlidir. Sonra da dedi ki, ona akademiyadan Barjonu kurortuna putyovka vermişdilər. Sanatoriyada 24 gün əməlli başlı istirahət edəndən sonra Ağsuya, evlərinə getmişdi. Əti, kərə yağını, qoyun pendirini və qaymağı Xalidin anası Ağsudan pay göndərmişdi. Pay əhvalatı çiçəyi heç açmırdı. Bəzi yerlərdə xəstələrin həkimlərə hədiyyə, pul, pay verməsi iyrənc bir şəkil almışdı. Bəzi həkimlər bu bəxşişləri məmnuniyyətlə alırdılar. İndi deyilənləri həkim heysiyyətinə heç cür sığışdıra bilməyən çiçəyin özünə də pay gəlmişdi. Sizdən bir xahişim var. Çiçək laf astadan, pıçıltı ilə dilləndi. Gedəndə gətirdiyiniz şeyləri aparın evinizə. Bu xahiş Xalidə ağır gəldi. Əvvəl az qaldı incisin. Sonra qızın üzündəki sərt ifadəni görüb, acı-acı gülümsündü. Evim hardaydı mənim? Çiçəyin üzündəki sərtliyi təəccüb qarışıq maraq əvəz etdi. Bəs harda yaşayırsınız? Hələlik orada burada, kirayədə. Elə niyə? Yataqxanada dissertasiya yazmaq çətindir. Kooperativə yazılmışam. Ev hələ tikilib qurtarmayıb. Mənə lazım olan kitabxanalar burada, Bakıdadır. Yoxsa gedərdim Ağsuda bağlı-bağatlı həyətimizdə həm hava alardım, həm də elmi işimi yazardım. Vaxtlı-vaxtında çayımı, çörəyimi verərdilər. Kirayə elədiyiniz otağın sahibəsi ilə danışa bilməzsiniz ki, sizə qulluq eləsin. Xalid ucadan güldü. Saf dişləri ağardı. Nəyə gülürsüz? Heç, özümə gülürəm. Hər kirayə elədiyim evdə başıma bir macəra gəlir.
Birində orta yaşlı bir dul arvad kirayə vermişdi. Şeylərimi elə təzəcə yerbəyər edib işə başlamışdım. Sevinə-sevinə gəlib xəbər verdi ki, yaxşı bir adama ərə gedir. Oradan köçməli oldum. Sonrakı evdə mənim özümü güclə öz ərköyün qızlarını evləndirmək istədilər. Oradan da çıxıb getməli oldum. İndiki otağım 80 yaşlı əcaib bir arvadındır. Keçən günü mətbəxə keçib istədim qayğanaq bişirim. Tavandan tarakan özünü atdı qayğanağın içinə. Tavanda mətbəx stolunun sirtmələrində o qədər tarakan vardı ki, laf adama cumurdular. Ev yəsinə dedim, ay Sara xala, gəlsənə o ayrızoldu nədir, ondan alım, bu tarakanların kökünü kəsək. Arvadın gözləri doldu. Onlarsız mənim günüm də olmasın, dedi. Onların adama nə zərəri? Taxtabiti döyürlər ki, kökünü kəsək. Nə cınqırlarını çıxarırlar, nə də adamı dişləyirlər. Dedi, eşitməmisən ki, deyərlər, tarakan evdə dövlətdir. Çiçək heyrət qarışıq kədərlə gülümsündü. Bəxtimizə qəribə adamlar çıxır. Xalid başını aşağı salıb çiçəyin sözünü təsdiq etdi. Özü də çox gərgin vaxta düşüb bu köç. Gərək 5-10 günə işimi yekunlaşdırım. Çiçək qayğıkeşliyi ilə soruşdu. İndi neynəmək fikrindəsiz? Hələlik yataqxanada yer verirlər. Çətin olacaq sizin üçün. Ey beləməz Çiçək xanım, gecələr hamını yuxuya verib işlərəm. Özünüzü çox yükləməməlisiniz, Xalid. Gecələr normal yatmalısınız. Çiçəyin belə səmimi həyəcan keçirib, onun qeydinə qalması Xalidin ürəyindən idi. Narahat olmayın Çiçək xanım, dedi. Cəfa çəkən səfa sürər. Siz qız xeylağı ola-ola daha böyük çətinlikdən nər kimi çıxmısınız. Çox təəssüf ki, mən burada olmamışam. Çiçəyin gözləri ani olaraq yumuldu. Başına gələnləri xatırlayırdı, yalnız dodaqları tərpəndi. Yaxşı ki, burada olmamısınız. Birdən neysə çox vacib bir məsələni həll etmək üçün qıyılmış kiprikləri arasından Xalidin üzünə baxdı. Elmi işinizi yekunlaşdırmaq üçün neçə gün kifayət edər sizə? Əgər mane olmasalar 15 gün genbol kifayət elər. Çiçək bir müddət özlüyündə götür-qoy edib yenə də qıyılmış kiprikləri arasından Xalidə baxdı. Burada işləyə bilərsiniz? Xalid eşitdiyinə inanmayıb kreslodan qalxdı. Ancaq bir şərtim var, deyə Çiçək ciddi bir təmkinlə fikrini davam etdirdi. Səhər saat 9-dan sonra, yəni mən evdən çıxıb işə gedəndən sonra gəlib, axşam saat 7-nin yarısında mənim evə qayıtmağıma yarım saat qalmış getməlisiniz. Xalid hələ də qulaqlarına inana bilmirdi. Bu son söhbətdə nə isə bir sehir vardı. Çiçəyin gözlənilməz təklifinə qədər alicənab, qoyduğu şərt nə qədər ciddi idisə ümumi təəssüratı güclü duyulası sirli bir ünsiyyətin başlanğıcından xəbər verirdi. Sevincindənmi? Söhbətin sehrinin gücündənmi? Xalid özünə yer tapa bilmirdi. Düzü sizə əziyyət vermək istəmirəm, ancaq bu təklifiniz nəsə ürəyimə qüvvət verdi. Belə fədakarlıq. Siz işdə də beləsiz. Çiçək eyni ciddi təmkinlə sözünü bitirdi. Evin açarını aşağıda qonşuda qoyacam. Bəs qonşunuza nə deyəcəksiniz mənim haqqımda? Yəni mən kiməm? Kim olduğunuzu özünüz demisiniz onlara. Səhər demişdim ki, qohumunuzam. Xalid təşəkkür və razılıqla Çiçəyin üzünə baxıb gülümsündü. Yaxın qohumam, yoxsa uzaq? Çiçək dodaqlarını incə bir tərzdə büzüb fikirləşdi. Həmişə belə edirdi fikirləşəndə. Yaxın qohumlarımı tanıyırlar. Özlərini görməsələr də, rəhmətlik xalamın bu divarlara vurduğu şəkillərini görüblər. Xalid divardakı müxtəlif ölçülü, bəzəkli, naxışlı çərçivələrə salınmış kişi, qadın, uşaq şəkillərinə nəzər saldı. Deməli, uzaq qohumuq. Amma bəziləri iddia eləyirlər ki, yer üzündəki insanların hamısı bir-biri ilə qohumdur. Yəni,
Adəmlə Həvvadan törəyiblər. Çiçək çiynini çəkib müəmma ilə susdu. Xalid getməli oldu. Çiçək qonşunun qızını çağırdı. Zeynəbim, bircə dəqiqə yuxarı çıxa bilərsən? Pilləkənin məhəccəri ləngər vurub az qaldı yerindən qopsun. Zeynəb göz qırpımında eyvana qalxdı. Buyursunlar. Çiçək güldü. Xahişim var səndən Zeynəbim. Mən burada olmayanda oğlan vardı ha, adi Xaliddir. Gəlib bu evdə elmi işini yazacaq. Məktəbdən qayıdandan sonra hərdən vaxt tapıb yuxarı çıxarsan, çayını çörəyini verərsən. Zeynəb həm sevincək, həm də donuxmuş halda başını tərpədib razılaşdı. Dərslərinə mane olmaz ki, nə danışırsan? Elə mən də bir küncdə oturub dərslərimə baxaram. Gedəndə açarı sizə verməyi yadından çıxarmasın. Zeynəb təəccüblə soruşdu. Bəs səni gözləməyəcək? Bu vacib deyil. Çiçək Xalidin Ağsudan gətirdiyi payı bölüb, yarısını Zeynəbə verdi ki, aparsın evlərinə. Təhris yeməkxanasında əvvəlki səliqə və qayda-qanun bərpa olunur, çiçəyin ünvanına deyilən atmacalar kəsilirdi. Yalnız bircə dəfə aşpaz qadın onun yanında özünü saxlaya bilməyib astadan mızıldanmışdı. Yersiz gəldi, yerli qaç. Bir dəfə günorta üstü qalın şüşəli eynək taxmış, başı açıq bir oğlan çiçəyin iş otağına gəlib bildirdi ki, Azərbaycan Gəncləri qəzetinin müxbiridir. Üstəlik vəsiqəsini də göstərdi. Çiçəyin iş üsulu ilə, təhris yeməkxanasının cəmaatı ilə, qonaqların rəyləri ilə tanış olmağa başladı. Ertəsi gün həmin müxbir yenə gəldi, hər yerə diqqət yetirir, hamı ilə görüşüb danışırdı. Qapıçı Sadıq kişi ilə də, aşpaz qadınla da, təvəkküllə də, müştərilərlə də, sonra təəssüratını dəqiqləşdirmək üçün çiçəyin yanına gəlirdi. Daha sonra özü ilə fotoqrafçı da gətirdi. Salonun müxtəlif güşələrinin, müştərilərin, xörək paylayanların şəkillərini çəkirdi. Nəhayət, bir gün qəzetin növbəti nömrələrinin birində Təhris yeməkxanası başlığı altında böyük məqalə dərc olundu. Bu yazıda həm belə yeməkxanaların təşkilinin zəruri olmasından və müştərilərin rəylərindən, həm də bu gözəl işə maneçilik törədənlərdən bəhs olunurdu. İş üsulu təriflənənlərin də, maneçilik törədənlərin də şəkilləri verilmişdi. Məqalə bir neçə gün ərzində şəhərə səs saldı. Təhris yeməkxanası məşhurlaşmağa başladı. Təhris həkiminin necə deyərlər, başını qaşımağa vaxtı qalmırdı. Günlərinin belə qaynar fəaliyyətdə keçməsi çiçəyi sevindirirdi. O, əvvəlki küskünlüyünü, sınıqlığını unudur, hətta özünü xoşbəxt hiss etməyə başlayırdı. Fikirləşirdi ki, həyatımda doğrudan işıq zolağı başlanır. Deyəsən bu işığın istiliyini də hiss edirəm. Hətta qəzetdəki məqalə üstündə təvəkküllə atışması da onun sevincini azaltmırdı. Təvəkkül qəzetdə məqaləni ona göstərib, qəzəbdən boğulan səslə soruşmuşdu. Bu nədir? Çiçəyin qaşları heyrətlə dartılmış, gözlərində şən qığılcım parlamışdı. Nə zəif yaddaşınız varmış, bir vaxt özünüz demirdiniz ki, Təhris yeməkxanasını cəmaata tanıtmaq üçün hökmən qəzetdə məqalə çıxmalıdır. Əvvəlcə təvəkkül getməli oldu Təhris yeməkxanasından, onun ardınca aşpaz qadın, sonra da həyasız xörək paylayanla kassir. Axşamlar çiçək işdən çıxıb bir-iki mağazaya baş çəkir, ertəsi günün xörəkləri üçün lazım olan ərzağı alıb evə gəlirdi. Biraz mətbəx işləri ilə məşğul olub yazılarına nəzər salır, əlavələr edir, yorulandan sonra həmişəki kimi sevimli kitablarından birini oxuyurdu. Qarışıq yuxular demək olar ki, yox idi. İndi onun baxışından təmkinlik, durğunluq, xoşbəxtlik oxunurdu. Xüsusilə Xalidin gəlib getdiyi bu neçə vaxtda çiçək daha yalqızlıq hiss etmirdi. Xalid gedəndən sonra hər gün bu otaqda, dəhlizdə və mətbəxdə onun nəfəsi, kişi nəfəsi qalırdı və yəqin ki, elə bu nəfəs də çiçəyə arxa olur,
qorxulu yuxuları qovub dağıdırdı. Xalid çiçəyin qoyduğu şərtə çox dəqiq və ciddiyyətlə əməl edir, deyilən vaxtda gəlib, deyilən saatda çıxıb gedirdi. Çalışırdı ki, otağın, mətbəxin səliqəsini pozmasın. Çiçək gedəndə çaydanı zəif yanan qazın üstündə qoyurdu. Xalid istədiyi vaxt isti çaydan süzüb içir, çörəyini yeyirdi. İşləmək üçün şəraiti pis deyildi. Doğrudur, ilk günlər özünü burada biraz naşı hiss eləmiş və bir müddət fikrini cəmləşdirə bilməmişdi. Otaqda vurnuxmuş, divardakı kürd sifətli adamların şəkillərinə, güzgüyə, xırdaca rəflərə səliqə ilə düzülmüş kitablara baxmışdı. Tolstoy, Çexov, Dostoyevski, Flaubert, Jorj Sand, Turgenev, Mikhail Mishvik, Shakespeare, Maksim Gorki, Zola, Stendhal, Koldzeyel, Hemingway, Dumas. Xalid sanki çiçəyin hardan haraya gəlib çıxdığını, hansı aləmdən indiki aləmə gəldiyini müqayisə etmək üçün uzaq dağlarda çəkilmiş şəkillərə və rəflərdəki kitablara bir də baxmış, otaqda veyillənib nədənsə şifoneri açmış, burada asılmış paltarların biçiminə nəzər salmışdı. Şifonerin kiçik qapısını isə aça bilməmişdi. Bu qapı açarla bağlanmışdı. Xalid dərindən nəfəs alıb otağın sərin, saf havasını sinəsinə çəkmiş və kağızlarını, yazı makinasını mətbəxdəki ağ stolun üstündə yerbəyer edib işə başlamışdı. O gün saat 2-yə yaxın Zeynəb məktəbdən qayıdıb, çantasını bir kənara atdı. Ev paltarlarını geyinib, hövülnak yuxarı qalxdı. Artırmadan eyvana elə odlu alovlu girdi ki, Xalid diksinib yerindən sıçradı. Zeynəb ona ötəri salam verib mətbəxə keçdi. Çəngəl bıçaq, qab-qacaq cingiltisi aləmi götürdü və Xalid işini dayandırmalı oldu. Sonra Zeynəb astanada dayanıb, sirk artisti kimi təntənəli bir səslə elan etdi. Xörək də hazırdır, çay da. Hansını buyurursuz? Zeynəbin 15-16 yaşı olardı. Əynindəki solğun kərpic rəngli nimdaş paltar yəqin ki, 1-2 il bundan əvvəl tikilmiş. Bu 2 ildə qızın boyu ucalıb sinəsi xeyli qabarmışdı. Buna görə də paltar əyninə dar gəlirdi. Lakin qız adət etdiyindən buna əhəmiyyət vermirdi. Hərəkətlərində, davranışında onun yaşında olan qızlara məxsus zəriflik və hürkəklik yox idi. Əksinə, yöndəmsiz və kobud görünürdü. Çəhrayı yanaqları, al dodaqları, gülər gözləri sevinclə alovlanır, adamda bu saflığa, bu sağlamlığa həsəd oyadırdı. Qız elə bil bir yerdə dayana bilmir, qaynayırdı və bu qaynarlıqda həyat eşqi hələ də dərk etmədiyi bir saadət görünürdü. Zeynəb özünə qarşı şirin maraq oyatsa da, Xalid çalışdı ki, bu qıza üz göstərməsin. Çünki hələlik bir növ zarafat kimi başlanan bu qayğısız, şən münasibət tezliklə qəribə oyuna çevrilib, qızın hələ bəkdən boşdan çıxmamış uşaq qəlbində çılğın məhəbbətə dönə bilərdi. Xalidin bu yeniyetmə qızla belə bir oyunda iştirak etməyə nə vaxtı vardı, nə də həvəsi. Həm də belə şeylərdən gözü qorxmuşdu. Odur ki, Xalid lap birinci gündən üz vermədi. Zəhmət çəkmə, o duruxdu. Qızın adını bilmirdi. Adım Zeynəbdir. Çiçək mənə Zeynəbim deyir. Xalası ona çiçəyim deyirmiş. O da mənə Zeynəbim deyir. Xalid qımışıb, makinada yazılmış kağızları səliqəyə sala-sala mümkün qədər soyuq bir ifadə ilə ürəyim çay istəyəndə özüm süzərəm, dedi. Bəs xörək? O da əlimdən gəlir. Sən get dərslərimə bax. Zeynəb, istəmirsən istəmə, deyirmiş kimi çiyinlərini oynadıb evlərinə getmişdi. 20 dəqiqə çəkməmiş. Mətbəxin döşəməsi narın-narın titrədi. Zeynəb qoltuğunda kitab dəftər təzədən eyvanda göründü və Xalidin məzəmmət dolu baxışları ilə rastlaşıb özünü doğrultmağa çalışdı. Bacılarım səs salırlar, dərsimə baxa bilmirəm, dedi. Həmişə burada. Çiçəyin otağında baxıram dərsimə. Bir şey lazım olsa məni çağırın. Çiçək tapşırıb sizə hörmət eləyim. Sonralar Zeynəb hər gün
maneəsiz yuxarı qalxıb mətbəxdə hərlənir, Xalidin çayını çörəyini verir, qab-qacağını yuyub təmizləyib silir, dərslərini öyrənir və vaxt tapıb oğrun-oğrun Xalidin necə işlədiyinə, makinada necə yazdığına, əlinə qələm alıb ərəb əlifbası ilə sağdan sola naxışlar çəkdiyinə nəzər salır. Xalidin üzü fikirlərlə yüklənib gərginləşəndə Zeynəbin də sifəti gərginləşir. Xalidin üzü tutulanda qızın da üzünə elə bil bulud çökür. Xalidin gözləri işıqlananda Zeynəbin də gözlərində sevinç parlayırdı. Axşamlar Çiçək evə gələndə Zeynəb gördüyü işlər barədə ona hesabat verir. Xalidin necə işlədiyindən, şakirlərindən danışır, onun üzünün necə dəyişdiyini öz üzünün ifadəsi ilə göstərməyə, təqlid etməyə çalışırdı. Çiçək Zeynəbi bağrına basıb ürəkdən gülürdü. Bir axşam Zeynəb müşahidələrini yekunlaşdırıb dedi: "Çox gözəl oğlandır bu qohumun, amma yaman qara dinməzdir. Özünü tox tutur. Məndən elə danışır ki, güya müəllimdir." O qədər danışdı Xaliddən ki, axırda Çiçək yorulub deyinməyə başladı. "Zeynəbim əvvəllər heç kəsin haqqında belə çox danışmazdı. Nə olub görəsən Zeynəbimə?" Zeynəb əvvəlki həvəs və çılğınlıqla təkid etdi: "Sən ona qohum gözü ilə baxırsan. Amma mən başqa cürə, yad gözü ilə kənardan baxıram. Buna görə də sənə hər şey adi görünür, mənə isə yox." Çiçək ürəyində Zeynəbin dedikləri ilə razı idi. Çünki o da xeyli vaxt Xalidə kənardan baxmış, hərəkətlərini, üzünün ifadəsinin dəyişkənliyini, bütün davranışını müşahidə etmişdi. Odur ki, indi narahat olmağa başlamışdı. Yaşının belə az olmasına baxmayaraq, Zeynəb də onun kimi hiss edirdi. Zeynəb lapdan soruşdu: "Niyə görüşmək istəmirsən onunla?" "Kiminlə?" "Xalidlə." Çiçəyin qəşəng, hissiyatlı dodaqları rişxəndlə büzüldü. Bu hardan gəldi ağlına? Xalid günün axırında kitabxanalara tələsir, yazılarına aid sualların cavablarını axtarır cürbəcür elmi kitablarda. Səhərlər də bura gəlib yazısını yazır. Həqiqətə bənzəsə də cavab Zeynəbi qane eləmədi. "Yoxsa babalarımız küsülü olub?" Çiçək güldü. "Yaman şeytan qızdır Zeynəbim. Deməli düz tapmışam. Belə çıxır ki, sən də Xalidlə ədavət saxlayırsan." "Ədavət saxlasaydım, evimə buraxmazdım onu." "Necə buraxmazdın? Qohumsuz, qanınız qaynayır." "Amma onu görmək istəmirsən. Çox nahaq, görməli oğlandır." Çiçəyin qaşları çatıldı. "Dilotu yeyib Zeynəbim." Zeynəb elə bil onu eşitmirdi. "Birinci dəfə bura gələndə onun üzünə baxmırdın. Küsülü kimi danışırdın onunla." Çiçək əlindəki nimçəni stolun üstünə atıb şikayətlə köksünü ötürdü. "İşə düşmədik." Fikir var ki, iradədən asılı olmayaraq beyinə girir. Adamı utandırır, çaşdırır. Belə fikirlər insanın öz-özünə qadağan etdiyi bir növ oğru fikirlərdir. Çiçək ev eşiyini müəyyən şərtlərlə Xalidə təklif edəndə hər şeyi yerli yerində düşünmüş və bu qərar onun iradəsinin bəhrəsi olmuşdu. Xalidi görənlərin əksəriyyətinin ürəyində hər şeydən əvvəl belə fikir doğurdu: necə də gözəldir. Bütün qalan fikirlər onun cazibədar gözəlliyi ilə, boy-buxunu, bozumtul gözlərinin sehri ilə, hərəkətlərindəki amiranəlik və biçimliliklə, bütün varlığındakı mərdanəliklə bağlanırdı. Hər şeyi, hətta ərəb dialektlərinə həsr etdiyi elmi işi də. Çiçək bunu bilmirdi, amma yeməkxanada bədhaxlarının sözlərini eşitmişdi. Keçinin qoturu bulağın gözündən su içər. Bulağın gözü Xalid, qotur keçi Çiçək idi. Bəlkə o gizlində Xalidə həqiqətən isnişmək istəyirdi. Yox, belə deyildi. Sadəcə olaraq
Xalidin ağır xəstəlikdən xilas olmasında əməyi vardı və oğlana öz evində işləməyi təklif etməsinin başlıca səbəbi də şübhəsiz çəkdiyi zəhmətin şirinliyi idi. Başqa nə ola bilərdi ki, Çiçək özlüyündə də, başqalarının verdiyi qiymətlərdən də hiss etmişdi ki, onunla Xalid bir-birindən qütblər qədər uzaqdırlar. Bir axşam Çiçək mətbəxə keçib Xalid üçün sabaha xörək bişirirdi. Zeynəb də yanında idi. O, bu qızın ev işlərində anası Pakizəyə kömək etdiyindən xəbərdar idi. İndi də pəhriz xörəklərinin bişirilməsi qaydalarını başa sala-sala iş görürdü. Birdən Zeynəb, əhəmiyyətsiz bir məsələdən söhbət açılmış kimi öz adi səsi ilə dedi. Məhəlləmizdə hamı maraqlanır ki, bizim həyata ayaq açan oğlan kimdir? Çiçək quruyub qaldı. Bəs sən nə dedin? Dedim ki, sənin qohumundur, amma deyəsən heç kəs inanmır. Niyə? Deyirlər, çox qəşəngdir. Çiçək rişxəndlə güldü. Qəribə məntiqləri var. Qohum qəşəng ola bilməz? Nə bilim, inanmırlar da. Deyirlər, çox qəşəngdir. Çiçək dönüb sınayıcı nəzərlə Zeynəbin az qala qan sızan sağlam çöhrəsinə baxdı. Bəs sən necə? Sən də inanmırsan? Zeynəb çiyinlərini oynatdı. Lap elə tutaq ki, qohumun deyil, mənə nə? Necə yəni sənə nə? Bəs demirsən onlara ki, mən o gözəl adamın üzünü görmürəm? Demirsən ki, mən evdən gedəndən sonra gəlir, mən evə qayıtmamış çıxıb gedir? Zeynəbin gözlərində sərt qığılcım alışdı. Cəmaatı hər şeydən çox şübhələndirən elə budur da. Deyirlər, necə qohumdur ki, bir-birləri ilə gizlanpaça oynayırlar. Deyirlər, bəlkə ayrı yerdə görüşürlər, özlərini bizə belə göstərirlər. Çiçəyin rəngi dəyişdi. Yenə böhtan. O Zeynəbin çiynindən yapışıb, qızın üzünü özünə tərəf çevirdi. Diqqətlə gözlərinə baxıb soruşdu. Deyəsən, axı məhəllənin adamlarının adından danışan təkcə Zeynəbimdir. Zeynəb çiyinlərini çəkib, onun əlləri arasından çıxdı. Gücün elə mənə çatır. Cəmaatı da aldadırsan, özünü də. Çiçəyin gözlərini elə bir duman bürüdü. İndi ki, belə söz-söhbət başlanıb, Xalidə deyərəm, ayağını bu evdən kəssin. Zeynəb qorxub kirmişcə qaldı və özünün də xəbəri olmadan hücumdan müdafiəyə keçdi. Necə yəni ayağını kəssin? İşinin belə qızğın vaxtında. Günah deyil. Belə iş görsən, yer də ağlar, göy də. Sən bir bunun dilinə bax. Yer də ağlar, göy də. Heç nə olmaz ona. Zəhmət çəkib yenə kirayə otaq tapar. Asanmış. Bəs bunun yeyib içməyi? Kim baxar ona? Yazığın başını qaşımağa vaxtı yoxdur. Vaxtında yeyib içməsə, özün bilirsən, yarası təzədən açıla bilər. Qəribə vəziyyət yaranmışdı. Elə bil iki yetkin qadın bir kişi üstündə dalaşırdı. Çiçək təslim olmadı. Uşaq deyil. Özü özünə də qulluq eləyə bilər. Onun ayağı bu evdən kəsilsə, söz-söhbət də kəsilər. Zeynəb əlacsız qalıb etiraf etməyə məcbur oldu. Heç bir söz-söhbət yoxdur. Bəs bayaq dediklərin nə idi? Düzü bir-iki nəfər maraqlanmışdı, mən də yerli yerində cavablarını vermişdim. Çiçək bu yeniyetmə qıza baxıb çiynini çəkdi. Onda başa düşə bilmirəm, məndən nə istəyirsən? Zeynəb gəh nala, gəh də mıxa vururdu. İstəyirəm ona ərə gedəsən. İstəyirəm uşağınız olsun, özü də hamısı Xalidə oxşasın. Mən də gəlib o körpələrə qulluq eləyim. Çiçək lap çaşıb qaldı. Sonra qızın üzünü əlləri arasına alıb, bir daha gözlərinin dərinliyinə baxdı. Qorxudur məni Zeynəbim. Zeynəb dinmədi, qızarmışdı. Çiçək yenə soruşdu. Axır vaxtlar necə oxuyursan? Zeynəb acı bir inciliklə üzünü Çiçəyin əllərinin arasından qoparıb evlərinə qaçdı və gətirdiyi gündəliyi dinməzcə ona uzatdı. Çiçəyi qızın son vaxtlar, yəni Xalidin bu evə gəlib getdiyi vaxtdan bəri aldığı qiymətlər maraqlandırdı.
Bütün qiymətlər yaxşı və əla idi. O, şübhələnib qızı yoxladığına peşman oldu, amma özünü sındırmadı. "Afərin Zeynəbim," dedi. "Vaxtın varsa, biraz mənə kömək elə." Zeynəb onunla barışmamışdı. Küsülü halda soruşdu. "Nə lazımdır? Süd ala bilərsən?" Zeynəbin gözləri süzüldü. "Niyə ala bilmirəm?" Qız gedəndən sonra Çiçək mətbəxi, dəhlizi səhmana saldı. Xalidin yəqin ki, tələsik yazdığı kağızlar dağılmışdı. Onları düzəldəndə Çiçəyin gözləri əllə yazılmış qaralamaya sataşdı. Xətt ona çox tanış gəldi. Qaralamanı əlinə alıb bir də diqqətlə baxdı. Cəld otağa keçib gizlətdiyi imzasız məktubu açdı. Alnını soyuq tər bürüdü. Eyni xətt idi, eyni hərflər, soldan sağa meyl göstərən sözlər. Çiçək ixtiyarsız məktubu bir də oxudu. Sətirlər arası amiranəliklə yanaşı, çılpaqlıq, sadəlöv bir səmimiyyətlə yanaşı, xoşagəlməz ehtiras, eşqnaməyə bənzəyən andlar. O, bəzən Xalidin gözlərində ani olaraq alışıb sönən ehtiras qığılcımlarını xatırladı. Bunu hələ ilk görüşləri zamanı bir-iki dəfə müşahidə etmişdi. Məktubda yazıldığı kimi, ən çətin dəqiqələrində Çiçəyin yanında olacağını Xalid o dəfə yeməkxana müdirinin otağındakı toqquşma vaxtı açıq-aydın sübuta yetirmişdi. Deməli, Xalid lap çoxdan onu izləyirmiş. Harda yaşadığına, həyat tərzinə yaxından bələd olmağa can atırmış. Çiçək özünü o qədər itirmişdi ki, bilmirdi bundan sonra Xalidlə necə rəftar eləsin. Qovsunmu onu? Sadəcə utandırsınmı? Bəlkə yalvarıb ondan əl çəkməsini xahiş etsin. Vəziyyət öz-özünə dəyişdi. Zəng vurub Çiçəyi nazirliyə çağırdılar. Kadrlar şöbəsində ona Azərbaycanın ən gözəl güşələrindən birində, uca dağların döşündə, gələn il açılacaq sanatoriyada pəhriz həkimi vəzifəsini təklif etdilər. Dedilər ki, hələlik indiki pəhriz yeməkxanasına, yarımştata göndərilən pəhriz bacısına öz sənətinin sirlərini öyrətsin. O qızı göndərin yanıma, kömək elərəm, deyə Çiçək o dəqiqə razılaşdı. O ki, qaldı sanatoriyaya, qoyun biraz fikirləşim. Razılaşdılar. Dedilər ki, fikirləşsin, hələ bir ildən artıq vaxt var. Xalid bu söhbətdən necə, nə vaxt xəbər tutdu? Çiçək bilmədi. Nazirlikdə olduğu günün axşamı, yeməkxanadan çıxanda onu, Xalidi küçədə gördü. Nə isə hiss etmiş kimi dayanıb diqqətlə baxdı. Xalid tutqun idi. Asta-asta yaxınlaşıb salam verdi. Rayona gedirsiniz. Məndən qaçırsınız. Bu sözləri elə sakit, inan və qətiyyətlə dedi ki, Çiçək nə isə soruşmaq, təəccübünü bildirmək istədisə də, dillənməyib belə baxa-baxa qaldı. Xalid eyni qəribə sakitliklə, mən sizi sevirəm Çiçək xanım, lap çoxdan sevirəm. Siz isə elə bir qəsdən öz xoşbəxtliyinizdən qaçırsınız, dedi və dönüb ağır-ağır uzaqlaşdı. Çiçəyin həyəcanı ilk dəfə eşitdiyi sevirəm kəlməsində doğan qarışıq, dumanlı hiss, tüğyanı, qəzəbinə qarışmışdı. Öz xoşbəxtliyinizdən qaçırsınız sözləri, Xalidin özünə bu qədər güvənməyi, sakit kişi ədası ona həm ağır gəlirdi, heysiyyətini əzirdi, həm də tamam başqa mənada səslənirdi. Nə üçün bu qədər xoflusan? Belə xasiyyətlə axırın necə olacaq deyirdi. Evə gələndə gördü ki, lələ köçüb, yurdu qalıb. Xalid makinasını, kitablarını, qovluqlarını yığışdırıb getmişdi. Kandarda boynunu büküb dayanmış Zeynəbin gözlərindən töhmət yağırdı. Çiçək qapını qızın üzünə bağladı. Qəlbini sıxan hisslərdən yaxa qurtarmağa çalışıb, nazirliyin təklifini xatırladı.
Nə üçün fikirləş dedilər. O heç özü də bilmirdi nə haqda fikirləşməlidir. Bir var, şəhər içindəki adi pəhriz yeməkxanasında ştatdan kənar işləyəsən, bir də var böyük sanatoriyada elə vacib, şərəfli sahəyə rəhbərlik edəsən. Bəs niyə o saat öz qərarını bildirmədi, nəyi gözləyirdi? Bəlkə ömrünün çoxu şəhərdə keçdiyi üçün buradan ayrılmaq istəmirdi. Əksinə, şəhərdə necə sıxıntı çəkirdi. Dağ havasına, dağların vüqarına uşaq vaxtlarından həsrət qalmışdı. O gündən hər dəfə işdən çıxıb evə qayıdanda ona elə gəlirdi ki, Xalid indicə yenə qarşısına çıxacaq və nə isə tamam başqa, işıqlı könül açan sözlər deyəcək. Amma Xalid görünmürdü. Bir dəfə güzgünün tumbasının tozunu siləndə elə bil onu tutub saxladılar. Tumbanın üstündə xalasının şəkli olan xırdaca çərçivənin küncünə geydirdiyi şəkil yox idi. Zeynəbi yuxarı çağırıb soruşdu ki, bəlkə şəkli o aparıb. Qız donuxub özünü itirdi və and içdi. Vallah xəbərim yoxdur dedi. Bir axşam isə qəzetləri və poçtu yoxlayanda qəzetlərin arasından qalın bir zərf düşdü. Çiçək özü də bilmədi nədən qorxdu. Bəlkə yenə də məchul bir adamın yazdığı imzasız məktubdur. Qəzetləri kənara qoyub, zərfi ehtiyatla götürdü və heyrətindən quruyub qaldı. Zərfin aşağıdakı ünvanının yanında göndərənin famili yerində yalnız bir söz yazılmışdı. Müslimə. Çiçək titrək barmaqları ilə zərfi açıb məktubu çıxardı və anasının yazısını bulaq suyu kimi içməyə, dağ havası kimi udmağa başladı. Lakin 2-3 sətir oxumamış dayandı. Sözlər qubar olub boğazında qaldı. Babası Abuzərlə, nənəsi Pərizad daha yox idilər. Əvvəlcə Abuzər kişi canını tapşırmışdı. Lap çoxdan onun təngnəfəslik tutubmuş. Çiçəyi işindən ayırmaq istəmirmişlər. Abuzər kişini dəfn edəndən 3 gün sonra Pərizad da səhər həyətə çıxmayıb. Qonşular gəlib görüblər ki, yazıq arvad yuxudaca keçinib. Amma dəfn üçün lazım olan hər şeyi əvvəlcədən hazırlayıb. Səliqə ilə çarpayısının yanındakı kətilin üstünə yığıbmış. Çiçəyin gözləri doldu. Tək tənha, yanıqlı-yanıqlı ağladı. Sonra nənəsi ilə babasının qəbirlərini ziyarət etmək üçün kəndlərinə yola düşməyə hazırlaşdı. Elə bu vaxt otağın döşəməsi narın-narın əsdi. Tezliklə artırmanın şüşəbəndini kimsə döydü. Çiçək artırmaya çıxıb işığı yandırdı. Gələn Xalid idi. Çiçəyin dərdini gözlərindən oxuyub cəld soruşdu. Nə olub Çiçək xanım? Çiçək təzədən kövrəlib, hıçqırıqlarını boğaraq güclə cavab verdi. Babam, 3 gün sonra da nənəm rəhmətə gedib. Xalid özünü itirib qalmışdı. Təsəlli üçün söz tapa bilmədi. Təklif gözləmədən bir küncdə oturdu. Əynində təzə tünd mavi kostyum vardı. Görkəmi çox təntənəli idi. Xeyli dinib danışmadılar. Nəhayət Xalid çox astadan dilləndi. Olacağa çarə yoxdur. Tək qaldım. Çiçək yenə hönkürdü. Xalid yaxınlaşıb əlini ehmallıca onun çiyninə qoydu. Niyə elə deyirsiz Çiçək xanım? Tək niyə qalırsınız? Mən sizi heç vaxt tək qoymayacağam. Kaş biz də onlar qədər ömür sürəydik. Üzməyin özünüzü Çiçək xanım. Xalid heç özü də bilmədi nə vaxt çiçəyin yanında oturdu. Onun saçlarını oxşamağa başladı. Məhrəm adam kimi onu beləcə əzizləyib, sehirlədi. Xalidə elə gəlirdi ki, ömrü boyu çiçəklə belə yanaşı otura bilər. Lakin çiçək gözlərini qurudub ayağa qalxdı. Xalid açıq çamadanı görüb soruşdu. Yola hazırlaşırsınız? Çiçək başını tərpədib, hə, dedi. Tək? Bəlkə mən də gedim sizinlə. Çiçəyin kədər dolu, mənalı baxışları ona dikildi. Bu baxışlarda yenə də
xof vardı. Heç fikirləşirsən nə danışırsan? Camaat səni mənim yanımda görüb nə deyər? Öz dərdim özümə bəs deyilmi deyirdi. Xalid köksünü ötürdü. Dəyərli izləyicilər, povestin davamını dinləmək istəyirsinizsə, kanalımı izləməkdə olun. Abunə olmağı yaddan çıxarmayın.